Deməli, bu dəqiqə bu Çin avtomobilləri ilə bağlı iki məsələ var da. Çin avtomobilini alaq ya almayaq sualı var. Bir də alırıqsa hardan alaq? Yəni buradan alaq yoxsa Çindən gətizdirək? Bir çox Azərbaycandakı nümayəndəliklər təbii ki, narazıdırlar insanların özünün Çindən gətirmələrindən. Haqq veririk onlara, amma deyəndə ki, bəs axı qiymət fərqi böyükdürlər ki, olsun da bizdə bu var, zəmanət var, bizim bazara uyğundur, nə bilim oradan gələnlər bizim bazara uyğun deyil və s. Belə sözlər işlədirlər. Və elə bizim dinləyicilərdən biri Fərhad bəy, bax bu Çanqan Asfi ilə bağlı xeyli vaxtdır, bəlkə də bir 2-3 həftədir ki, bunun problemləri haqqında bizə yazır, amma söhbət cəmi 27 mindir də, 27 min getmiş avtomobildən gedir. Əslində biz bacardığımız qədər məsələni anlamağa çalışdıq, amma özü də dedi ki, bu buradan salondan alınıb və mən hələ də bunun kreditini ödəyirəm. Buna baxmayaraq, indi nə problemləri var, Fərhad bəyin özündən eşidəcəyik, yəni həqiqətən absurddur da. Taksi üçün veriblər də, yəni bu maşını taksi sertifikatı ilə kampaniya kimi eləmişdi Çanqan. O da ki, yəni taksi üçün tam özünü doğrultmur da, yəni 27 min yol sürülür. Yəni bəzi problemlər başlayıb. Sol tərəf nakladka çox yeyir, dəmirdədir, sonra maşını söndürəndən sonra bizim ustamız demişdi, maxavik. Əlavə səs var orada, əlavə səs maxavik məsələsi. Sonra korobkasında problemi yaranır. İndi hələ sürə-sürə də indi başqa şeylər var ki, məsələn tərpənəndə bir də görsən atır maşın. Amma əsas məsələ belə başa düşürəm ki, o amortizatorun, yəni ən absurdu odur da. Birinci elə bir ki, maşını sıfır alanda amortizator problemi oldu. Servisdə mənə dedilər ki, 2 ay ərzində çəkdilər, elədilər, göndərdilər zavoda sorğu. 2 ay ərzində məlumat verməli idilər. 63 gün iş ərzində. O da hələ nə bilim deyirlər ki, gözləyin düzələcək. Biz onlara sorğu göndərmişik. O düzəldilən əstəğfurullah yaxşı olmadı. İndi təzədən yenə onun üstündə işləyir də. Yəni servisdə burada ehtiyat amortizatoru yoxdur ki, bunu dəyişsin, yoxsa necə? Yoxsa var, amma o da onun günündədir. Yox, deyir ki, biz yəni ona pul ödəməli deyilik. Bizdə zavoddan, Çindən ona verməlidirlər bizə. Biz də sizin maşına elə bir şey eləşdirməliyik. Zavodda da deyirlər ki, hələ biz onun daha keyfiyyəti üzərində işləyirik. Hə, hələ ki işləyirik də. İndi 3 aydır, 3-4 aydır hələ ki işləyirlər, hələ düzəldə bilmirlər də yəni. Əslində zəmanətdirsə, yəni zəmanət şərtləri var da. Zəmanət şərtlərində müştəri belə bu qədər incidilməməlidir. Birincisi budur. İkinci lap belədirsə, deyilən kimidirsə də belə, ya bu maşın əvəz olunmalıdır yenisi ilə, 27 min gedib. Yəni mənə yenisini ver, qardaş, düzəldəndə qaytararsan məsələn də. Ya da ki, o operativlik. Yəni əgər bugün mən rəsmi nümayəndəlikdən belə 2 ay, 3 ay oturub nəyəsə gözləyirəmsə, oxşar şeylər başqa markalarda da olub, bizə yazıblar. Onda bunun nə mənası var? Bu məsələ budur. Onda niyə deyirsiniz ki, bəs bizdən alın, oradan gətirməyin və s. Elə bu kişi özü də gedib Çindən alsa, özü gətizdirsə, yenə də elə 2 aya gələcək ona ən pis halda və daha ucuz gələcək. Bəli, bəli. Özü də bu maşın hibrid deyil. Yəni bunu taksi üçün mənə satıblar. Yəni əgər bilirdinsə bu maşın belə bir problemlidir. Yəni tək bu maşın indi bu taksi üçün sürülür. Şəhərdə mən neçə dənə belə o Çanqan Alsevinlər görmüşəm. Hamısı deyir ki, eyni problem. Bunların korobkalarında problem, amortizatorunda problem olur. Yəni belə idisə, yəni niyə satırdın özü də taksi üçün? Yox, hələ burada heç taksiyə biz niyə fokuslanmırıq? Çünki taksi biz onu 100 mindən, 150 mindən sonra siz desəydiniz ki, mən bunu 3 aya 100 min sürmüşəm, bəlkə deyərlər ki, o eldində siz çapmısan da bunu. Yəni 27 min gedib də, hələ bu heç taksi həyatı da yaşamır. Taksi həyatı da yaşamayıb. 27 minə mən üzdəki maşına yəni baxanam, yəni necə sözmə dağdan deyiləm də maşındır. Prosta yəni belə də mənim. Bu absurd dəqiqətən, o nakladkanı da göstərək, o əyləc bəndlərini də göstərək. Çünki bizə də efirə söhbət oldu, düzdür. Ustalar da deyirdilər ki, belə şeylər ola bilər. Əyləc bəndin biri o birindən biraz çox yiyilməsi, amma bu qədər olmaz da. Yəni bu da təzə maşında belə əyləc fərqi olmamalıdır. Yəni biri dəmirə çıxıb artıq. Bu sol tərəfdə də deyəsən Fərhad bəy. Bəli, bəli. Bunlar bu 2 dənə. Bu 2 dənə dəmirə çıxan sol tərəfdə. O sol tərəfdir, bu isə sağ tərəfdir. Baxın, sağında yəni bu qədər belə fərqlə ola bilməz və özü də deyir ki, mən maşında əməli başda o tormuz üzərində ani tormuzlama sol tərəfdə hiss edirəm ki, qaçma var da sanki. Hiss edirəm ki, Razvalinidə deyəsən oynayıb da, yəni qabağı maşın. Təbii də, əyləc bərabər tutmursa, birinci bu təhlükəlidir. Hər şey bir yana və yenə də burada sizlik bir şey yoxdur o baxımdan ki, bunlar hamısı zavoddan gələndir. Bəli, bəli. Zavoddan gələn üçün budur, amortizator ümumiyyətlə absurddur. Pillələr robot sayılır bunlarda. İndi onların növləri var, amma artıq o nazimçax, yəni maxavik deyilən hissədə Fərhad bəy deyir ki, onu hiss edirəm. Yəni atanda onu bilmirəm, indi biz burada edib hiss elətdirə bilərik onu izləyənlərə yoxsa yox. Bilmirəm, onun səsi var da, yəni səsi bir də görürsən ki, yəni maşın heç yəni neytralda mən saxlayıram. Belə deyək, onun Azərbaycanda necədir? Əl əyləcini çəkirsiniz. Əl əyləcini çəkirəm. Yəni dövrləri dəyişdirirəm. Məsələn, erdən enə maşın taqqıltı verir artıq. Səs verir, titrəmə verir. Hələ baxmayaraq ki, əl əyləcəndən istifadə edir, o da var. Belə yerdə məsələn mən parkovkaya atmıram da promo. Neytral eləyirəm.
Sonra əl-ələcini çəkib sonra verirəm. Maşının dəyəri nə qədərdir ümumi? Maşının ümumi dəyəri də, yəni bugünkü gündə bu Çanqan məsələn hibrid modellərindən yəni eyni qiymətdir. Yəni turboazda baxın, təzəsi 23900 manatdır. 23900 təzə gedib tam pulu verib alsandı. Bəs sizə neçə oturur bu şərtlərlə? Mən bunu elə bir ki, ilkin ödəniş taksi sertifikatı ilə 1228 manat ödədim. İlkin ödəniş. Aylıqda 955 manat 36 ay. 36 ay. Yəni demək olar ki, sizə hardasa bir 37 mindən aşağı başa gəlmir. Yəni 50% üstünə gəlir də hardasa. 50% üstünə gəlir. Yəni bu adam bu qədər ödəyir və üstəlik də fəaliyyət, yəni çörəyi bundan çıxır, maşından çıxır. Amma yəni yenə də təbii ki, hər bir halda bizə maraqlı olar. Məsəl üçün nümayəndəliklər bu mövzuda nə deyirlər, nə açıqlayırlar. Amma valla bu şəkildə olmaz da, bu şəkildə bu iş getməz. Və bir markanın haqqında olan bu neqativ, sonra digər markalara da sirayət edir. Yəni artıq burada demirlər də, kimsə Çanqan, demirlər ki, filan marka, demirlər BYD, deyirlər ki, budur da Azərbaycanda, yəni rəsmi nümayəndəlikdə belə işləyir. Bir neçə dəfə olub bizdə başqa markalarla bağlı olub, yazıblar, eləyiblər. Fərhad bəy də bizə neçə vaxtı yazır. Yəni biz də problemi anlamağa çalışırıq. Amortizator, yəni bu nə deməkdir ki, amortizator deyir, Çində hələ onu daha yaxşısını düzəltməyə çalışırlar. Belə deyiblər də sizə. Nümayəndə elə bir şikayət kim bildirdim bu? 85, 55-dir yoxsa 55-44-dür bu Çanqanın rəsmi servisinə. Oradan mən nümayəndəyə zəng vurdu ki, bəs bunu deyir hələ üstündə işləyirlər. Yəni mən sizə məlumat veriləcək, hələ nə bilim belə. Dedim ki, bəs əgər sabah buna sən qaranti verirsən də, ki, bunun korobkası məsələn dağıldı. Hə, deyirsən ki, get sür. Bu problem yarandan sonra mən bu 955 manatı da hər ay mən necə ödəyim? 2 ayda otur gözlə. 2 ayda istəyirəm gözləyirsən, yenə ondan sonra problemi həll eləməmisən. Hələ 3-cü ayda hələ yenə deyirsən ki, gözlə. Yəni özü amortizatordur da. Biri var ki, maşın Allah uzaq eləsin qəza keçirdib, nəzərə alınmayan bir ehtiyat hissəsi var, çox alınıb filan. Bunlar o... Mən servis kimi gözləyirdim ki, bunlardan, məsələn də belə bir problem çıxıb. Söksünlər amortizatoru, versinlər mənə, mən ustaları tanıyıram da, məsələn. Gedim amortizator düzəltdirim, gətirim qoyunsun, onun da pulunu ödəsinlər. Deyim ki, məsələn də servis öz səhvlərinə, sən Çinlə öz aranda problemi həll eləyərsən də zavodla. Yəni sən müştəri itirirsən burada, mən buna nə qədər pul ödəyəcəm da, düz deyil? Yəni sən bunu eləməlisən, bunu da eləmir. Ortada heç nə yoxdur. Mən də maşını yəni belə bilmirəm də necə olacaq da bunun axırı. Çünki korobka indidən belə problem yaradı. Nakladka bu 27.000 ücü nədir ki? Yəni indidən bu. Yox, həqiqətən absurd. Yəni 27.000 bir maşın haqqında. Ona görə bax bizdən soruşanda kimsə düzdür, elə modellər var ki, daha cazibəlidir, indi qiyməti də ona uyğundur da 40.000, 50.000, 60.000. Kimsə soruşur, deyirəm valla biz də gözləyirik. Yəni o baxımdan gözləyirik ki, heç olmasa bu modellər bir 100.000-i keçsin. Görək nə çıxır. İndi olanda çəkirik. Məsələn, Mehdi Ustanın yanında pillələrlə bağlı çəkilişimiz olub. O gün məsələn başqa bir markada göndərmişdilər. Çıxarılan qiymət, onu da paylaşdıq. Yəni biz gördükcə paylaşırıq ki, insanlarda fikir yaransın. Amma bu artıq konkret, yəni bu insanın hər bir halda, yəni anti-inhisar olsun, hansısa formada sizin şikayət eləmək haqqınız var da burada. Mən dedim ki, bunlara, yəni maşını getdim, geri qaytarma elədim. Deyirlər ki, gəlin 60 manat gəl ödə, bizə çekinci eləyək, maşını yoxlayaq. Sonra sənin qiymət deyərik. Mən də yəni fikirləşdim ki, bunlar yəni check-in eləyib burada maşını 27 manat, bunlar mənə 500 manat pul verər də maksimum. Nə qədər pul verərlər ki? Yəni onun dərdindən heç nə o da eləncə qalıb. Necə 500 manat başa düşmürəm? Nə qədər pul verəcək ki, indi mən məsələn bunun gəlib deyir ki, gəl check-in. Yox, siz maşını gəlib qaytara bilmərsiniz ki, qardaş, istəmirəm də bu zaydı maşının. Qaytar mənim pulumu ver. Yox, elə qaytarmırlar. Niyə? Deyirlər ki, gəl, yəni sən sürmüsən, eləmirsən bunu neçə ay. Başa düşdüm, sürmüşəm amma məndən heç bir şey qaynaqlanmayıb da, vurmamışam, mən bir şey eləməmişəm. Özünüz də deyirsiniz ki, bu ehtiyat hissəsi bunda hələ ki o deyil və sən ya bu qədər gözlə. Deməli, 3 dəfə yağ, deməli 5000-dən birinci 5000 idi, sonra 7500-dən bir yağı dəyişilirdi. 3 dəfə yoxsa 4 dəfə yağı dəyişiləndə bu maşın hava filtri olmadı. Hava filtri olmadı. Mən də demişdim ki, əvvəlcə lap birincidə olmadı. Dedim, ikincidə dedim ki, çıxardaq onu havalayaq. Qardaş qayıt dedi ki, orada qəbul eləyəndə dedi ki, onun pərdələri qırılır. Dedim, hə, yaxşı. Nəsə üçüncüdə də olmadı. Dördüncüdə dedim ki, gəldim məcbur ustanın yanına. Orada servisdə ustanın yanına qəbul edici ilə getməlisən. Dördüncüdə gəldim ustanın yanına. Dedim, qardaşım, onun salonun filtri yoxdur, hava filtri yoxdur. Onu havala. Havaladı. O havalamağın da pulunu 7 manat yazdılar. Gəldim dedim ki, qardaş, bəs icazə yox idisə, eləmək olmazdısa 7 manat ora niyə yazırsan? Yəni heç nə da. Yəni üstündə gələn filtr var, amma əvəz edici yoxdur da, belə başa düşdüm. Hə, də əvəz edici olmadı ki, dəyişmədi. O da ki, 10 manata maksimum olsun filtri 20 manat da. Yəni 54 manat dedi, 60 manat dedi. Yəni nakladkası məsələn qıraqda soruşursan, əyləc bəndi də belə deyək. 80 manat, 90 manatdır.
Yəni heç axtarsın bəlkə 70 Hə də orta firmalarla. 280 manata deyir. Yox, 280 manata dəyişdirmə. 260 manata özü də level 2-dir da bu. Aşağı segment bu maşındır. Yəni level 2-də 280 manata taksiyə sən satdığın maşın nakladkasın. Yəni bu düzgün deyil axı. Və bu bunların reallıqlarıdır. Biz də onun üçün deyirik ki, həm belə olanda indi kimsə bizə yazır, müraciət eləyir, efirə falan, həm istəyirik göstərək, həm özü danışsın, həm yəni hər şey fakt ortadadır. Burada ümumiyyətlə bu mövzularda mən belə başa düşürəm ki, bizim Azərbaycanda hüquqşünaslara çox ciddi işlər düşür. Hüquqşünaslar oturub tamaşa edirlər, amma burada əməli başlı iş var. Bir çox markalarda biz bu şeyləri artıq görürük. Hüquqşünaslar yəni istehlakçıların hüquqlarıdır və təbii ki, indi antinisardır. İndi antinisarda müəyyən başqa qolları ola bilər, amma bu ikisi birbaşa aidiyyəti var ki, istehlakçı hüquqları burada pozulur. Nəticə də budur. Yəni ona görə də məsələnin arxasınca gedən yoxdur. Biz maksimum onu işıqlandıra bilərik, amma mövzunu davam elətdirməlidir o dediyim şəxslər ki, nə qədər belə sürücülər sabahları bulan hüquqları pozulur, nə olacaq? Və buna baxan digər sürücü təbii ki, deyir ki, niyə onu da mən buradan alım ki? Elə gəlib özüm gətizdirirəm də. Və bir yandan da o bazarı boğmağa çalışırlar ki, özü gətirməsin, bizdən alsın. Yaxşı alsın, mən razıyam. Amma mən o xidməti görəndə məmnun qalmalıyam ki, bax belədir. Amma 2 aya bu kişi gözləyəcək, hələ sən bilinmir nə olacaq. Elə alaram özün, Çindən onsuz da elə gətirirlər də. Problemi elə bir problemdir ki, məsələn, maşının qabağında yumşaqlıq olmadı. Yəni bütün qabağın maşının belə deyək də, yəni digər hissələrdə dağıdıraq. Digər hissələrdə dağıdır. Yəni sabah artıq onların da deyəcəksən ki, bəs sən belə sürmüsən, sən pis sürmüsən. Deyir ki, narahat olma qarantiyası var, sür. Yəni onunla da yəni iş düzəlmir də, mən belə başa düşürəm. Sabah bunun başqa bir yeri xarab olanda mən 3 ay, 4 ay mən gözləyə bilməyəcəm ki, bunun korobkasını. Yox, əlbəttə ki, gözləməli də deyilsiniz, məsələ ondadır. Yəni əgər məndən qaynaqlanmayıbsa, mən onu gözləməli deyiləm. Ki, bu maşın işləməlidirkən də mən bunun ödənişini eləyə bilmirəm. Əlbəttə ki. Çünki taksi üçün vermisən mənə bu. Əlbəttə ki. Ona görə də yəni bu işləməsi indi bilinmir də necə olacaq Raqib bəy. Ümidimiz sizədir. Valla biz işıqlandırırıq. Ümid edirik ki, həm nümayəndəlik, həm də dediyim kimi, yəni məsələyə yaxşı mənada təsir edə biləcək digər tərəflər də heç olmasa bir işə qarışsınlar və bu kimi hallarda ən azından vətəndaş ortada belə müdafiəsiz vəziyyətdə qalmasın. Çünki onun haqqıdır və onun haqqı da ona verilməlidir. Məsələ budur.